önce deyir ki kəfkir deyilmi? Varlının evinə baxır nəsə. Kəfkir deşiyindən. Tamam. Deşik dünyaya. Siz deyəndə mənim avtomatik gözüm önündən nə keçdi? Nüsrət Kəsəmənlinin biri vardı, biri yox. Bəli. Deyilmi? Mənim şeirim kitabım var. Şahla Bəcə geyinirdi, taytuşum mənim evdə, bizim evdə biri var. Bəlkə o bizə daha yaxın yazdığı üçün biz onu anlayırıq. Mən müqayisə etmirəm ha. Bəlkə də biz Nüsrət Kəsəmənlini daha bizim dilimizdən dediyi üçün sevirdik. Az öncə söhbət nədən getdi? Dünyaya tüpürülən məsələdən, deyilmi? O zaman Məmməd Araz yazır ki, iti bazarında atından baha, mən belə dünyanın nəyindən küsüb, çox sevirəm o şeiri. Ola bilərmi ki, siz bizim dilimizi, bizim deyəndə, yəni bəzi kütlənin deyirəm də, dilimizi tuta bilmədiyiniz üçün və nisbətən vulqar forma... Mən tutmuşam, özüm dartıb çıxartmışam boğazımızdan. Yox, bax. Dillər qalıb, danışırlar, düşüblər, dillər, Amma üzr istəyirəm, o adamlar var, dillərini dartıb çıxartmışam, dillər indi oplanırlar yolda, danışırlar, ağız, nə gəldi danışırlar. Ola bilərmi ki... Yaradıcılığımla, yaradıcılığımla.